Hörmətli tamaşaçılar, Ediniz TV-nin Vətəndaş Mövqeyi proqramının qonağı Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlmusa İbrahimovdur. Salam, Əlmusa müəllim, xoş gəlmisiniz. Hoş gördük. Əlmusa müəllim, Həmas lideri İsmail Haniye Tehranda öldürüldü. Bununla bağlı öz mövqeyinizi bildirərdiniz. Bu böyüklüyündə bir liderin və Həmasın liderinin öldürülməsi yaxın şərqdə ümumiyyətlə gedən proseslər, yaxın şərqdə gedən proseslərdə çox ciddi qəbul olunmalıdır. Və təbii ki, münasibətlər müxtəlif olacaq. Yəni bu münasibətlər həm İrana, həm İsrailə, həm də ki, Həmasa olan münasibətlərdən doğacaq. Məsələn, yəni haçalanacaq münasibətlər. Məsələn, Həmasa və orada gedən proseslər, Fələstinə gedən proseslər, rəğbət bəsləyənlər birmənalı şəkildə pisləyəcəklər və biz bunun əlamətlərini görürük. Məsələn, Türkiyənin verdiyi bəyanatlar çox ciddidir və Türkiyə bu hadisəni törədənləri ciddi şəkildə qınayırlar. Təbii ki, elan olunmasa da bunun bütün şübhələr İsrailin üzərinə gedir və İsrail qınanır. Amma Amerika Birləşmiş Ştatları və İsrailin ətrafında olan dövlətlər tərəfindən ciddi reaksiya yoxdur. Amma İran tərəfindən reaksiyalar var, Ərəb dövlətləri tərəfindən reaksiyalar var və hələlik reaksiyalar hansı səviyyədədir? Hələlik reaksiyalar o səviyyədədirlər ki, bu hərəkət, bu sui-qəsd çağırışdır. Təkcə İrana deyil, Ərəb ölkələrinə çağırışdır. Eyni zamanda Həmasla İsrail arasında, o cümlədən Fələstin və İsrail arasında sülh yaratmağa çalışanlara qarşı bir çağırışdır və qeyd edirlər ki, bu hərəkət, bu sui-qəsd gedən danışıqlara çox ciddi ziyan vuracaq və bu hərəkəti törədənlər və bu addımı atanlar nəinki danışıqların getməsini istəmir, hətta danışıqların ümumiyyətlə aradan qaldırılmasına çalışanlardır. Və bu hərəkəti törədənlər müharibənin uzun müddət davam etməsinə və Fələstinin, Həmasın və bununla bağlı olan bütün qüvvələrin aradan qalxmasına çalışan şəxslərdir, təşkilatlardır və s. Və mən hesab edirəm ki, biz bunun ciddi rezonansını yaxın günlərdə hiss edəcəyik. Və mən düşünürəm ki, digər tərəfdən bu hadisələrin törənməsi ilə yenə də məqsəd müharibənin qızışdırılmasıdır, müharibənin alovlanmasıdır, nəinki müharibənin aradan qaldırılması. Deyilənlər kimi bunu İsrail törədibsə, İsrailin məqsədi sanki bir tərəfdən İranı müharibəyə cəlb etmək, digər tərəfdən isə Amerika Birləşmiş Ştatları müharibəyə cəlb etməkdir. Bildiyimiz qədər Amerika Birləşmiş Ştatları ciddi şəkildə İsraili geniş miqyaslı hücumdan, yaxud da geniş miqyaslı müharibəyə səbəb olmaqdan qorumağa çalışır. Yəni, Amerika Birləşmiş Ştatlarından gələn bütün bəyanatlar, indi bu bəyanatlar nə qədər səmimidir, bütün bəyanatlar İsrailə xəbərdarlıqdan ibarətdir və hətta digər bir hadisə, yəni bunu digər hadisəyə qalacaq. Bildiyimiz kimi, bu yaxınlarda Qolan təpələrində 12 nəfərin, 12 İsrail vətəndaşının, yaxud da ki, Qolan təpələrində yaşayan insanların, Druz insanlarının ölməsi ilə nəticələnən hadisələrdə Amerika Birləşmiş Ştatları yenə də İsrailə xəbərdarlıq etdi ki, çalışmaq lazımdır ki, geniş miqyaslı müharibə olmasın. Və Amerika Birləşmiş Ştatlarının məqsədi geniş miqyaslı müharibədən qaçmaqdır və səbəb də aydındır. İndiki şəraitdə Rusiya ilə Ukrayna arasında geniş miqyaslı hücum, müharibə gedərkən Amerika Birləşmiş Ştatları iki cəbhədə vuruşmaq fikrində deyil. Və ona görə də İsrailə dəfələrlə xəbərdarlıq edib. Və bugün İsrail əgər İranla müharibəyə başlamayıbsa, yaxud da ki, yaxın şəkildə geniş miqyaslı müharibə başlamayıbsa, mən hesab edirəm ki, bu Amerika Birləşmiş Ştatlarının xidmətidir ki, o İsrailin bütün vədlərinə, bütün təkidlərinə, bütün təsirlərinə baxmayaraq, bu geniş miqyaslı müharibədən qaçmağa çalışıb. İsmail Haniyənin öldürülməsi qeyd etdiyimiz kimi təkcə yaxın şərqə və sülh prosesinə çağırış deyil, eyni zamanda İran üçün və İranın yeni seçilmiş prezidenti üçün çox ciddi bir çağırışdır. Bildiyimiz kimi, İran və İran xalqı bu yeni seçilmiş prezidentin fəaliyyətə başlaması və onun fəaliyyəti dövründən çox ciddi nəticələr gözləyirdi və bu fəaliyyətə çox ciddi ümidlər bəsləyirdi. Hətta seçki-qaba kampaniya zamanı onun verdiyi vədlər İran xalqı tərəfindən qəbul edilirdi və yüksək qiymətləndirilirdi. Məhz ona görə də
ona səs verirlər və onu seçirlər. Amma elə and içmə mərasimi günü hadisənin baş verməsi və qan tökülməsi Pezeşkiyanın gələcək prezidentliyinin heç də asan olmayacağına dəlalət edir və asan olmayacağını sübut edir. Dünya dövlətləri tarixində tək tük dövlətlər var ki, o dövlətlərdə prezident seçicisi ya da ki, dövlət başçısının seçicisi zamanı, and içmə mərasimi zamanı qan tökülsün. Və bu qan tökülməsi eyni zamanda İsrail tərəfindən İran dövlətinə böyük ciddi çağırışdır. Əgər İsrail təbii ki, əgər sübut olunmuyor və İsrail üzərində götürmə və İsrail törədirsə, bu meydan oxumaqdır. Mənə görə ki, İran dövlətinə meydan oxumaqdır. Bu, onun ən yüksək səviyyəli qonağının otel otağında kənardan atılmış raketlə öldürülməsi o deməkdir ki, İranın siyasi, dini, dövlət rəhbərlərinin, istənilən dövlət rəhbərinin istənilən zaman İsrail bu yolla aradan götürə bilər. Bilirsiniz, Tehran uzun müddətdir ki, İsraillə bu cür müharibələrdə yetişib, bişib, yaxud da ki, bu cür müharibələrə qarşı mübarizə aparır, bu cür aktlara kimi, bu cür addımlara qarşı mübarizə aparır. Amma yenə də görünən budur ki, yenə də İsrail xüsusi xidmət orqanları qarşısında lazım olan səviyyədə hazırlıqlı deyil. Və bu barədə ciddi düşünməlidir. Və İsrail-Türkiyə münasibətləri də o qədər də yaxşı deyil. Yəni bilirsiniz ki, İsrail Türkiyəni təhdid elədi, Türkiyə İsrailə qarşı ciddi mesajlar verdi. Əlbəttə ki, İsrail-Türkiyə münasibətlərinin kökü bir qədər tarixə gedib dayanır. Bildiyimiz kimi, bu regionda, məkanda olan dövlətlərin münasibətləri təkcə bugün münasibətləri deyil, keçmişin münasibətləridir, keçmişə gedib bağlanır. Məsələn, İran-İsrail münasibətlərini götürdükdə, İran-İsrail münasibətlərinin pisləşməsi gedib 79-cu ildə İran-İslam inqilabına çatır və ondan əvvəlki dövrlər isə İsrail ilə İran arasında münasibətlər çox yaxşı olmuşdur. Amma İsrail-Türkiyə münasibətlərinin pis olması, mən hesab edirəm ki, nəinki regiondakı qüvvələrin deyil, regiondan kənar qüvvələrin regionda apardığı siyasətin nəticəsidir. Gəlin baxaq. Türkiyə prezidenti Amerika Birləşmiş Ştatlarına səfər elədi və NATO-nun 75 illiyi ilə əlaqədar olaraq orada görüşlər keçirdi və söhbətlər apardı. Və gəlin baxaq görək Amerika Birləşmiş Ştatları rəhbərləri tərəfindən hansı səviyyədə qəbul olundu. Təbii ki, Türkiyəyə layiq səviyyədə deyil, Türkiyənin regionda oynadığı rola layiq səviyyədə deyil, sadəcə sıradan bir dövlət rəhbəri kimi qəbul edildi. Amma Türkiyə həqiqətən regionda ən aparıcı dövlətdir və regionun bütün problemləri, heç bir problemi, heç bir məsələsi Türkiyənin iştirakı olmadan, Türkiyə sözünü demədən həll oluna bilməz. Və Türkiyənin son İsrailə qarşı çıxışlarına gəlində isə bilirik ki, əvvəllər də İsrailə qarşı çıxışlar olmuşdur və hər zaman Türkiyə İsrailin Fələstinə, ərəb xalqına qarşı törətdiyi hadisələri pislənmişdir və öz səsini uzalmışdır. Eyni zamanda regionun digər dövlətləri ilə birlikdə. Və son çıxışlar gəlincə isə, mən hesab edirəm ki, son çıxışlar Türkiyəni gedən proseslərdən kənarda buraxmaq cəhdinə qarşı etiraz edir. Bildiyimiz kimi, Qəzzanın sonraki taleyi haqqında danışıqlar gedir. Gah Qətərdə, gah nə bilim Misirdə, Misirin, Qətərin, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, İsrailin və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə müzakirələr keçirilir. Amma regionun ən böyük dövləti və ən həlledici dövlət olan Türkiyəni heç yada salan yoxdur, yaxud da ki, onun fikrini, münasibətini öyrənən yoxdur. Və Türkiyə o bəyanatı ilə, Türkiyə prezidenti o bəyanatı ilə ki, və bir gün olar biz ansızın gələriklər bəyanatı var idi, onun indi elə yerinə düşərdi onu ifadə etmək. Məhz deməsi ki, biz İsrailə də girə bilərik, yaxud ki, Fələstinə girə bilərik, Fələstinələrə kömək üçün falan. Məhz bu cür Türkiyə etinasızlığın nəticəsidir və Türkiyə həqiqətən Yaxın Şərqin böyük dövlətidir və Yaxın Şərqdəki gedən proseslər Türkiyənin müşayiəti olmadan, müdaxilə olmadan, yaxud da Türkiyənin razı olmadan həyata keçirə bilməz. Və Türkiyə məhz onu demək istəyir. Bildiğimiz kimi danışıqlar gedir və Qəzzanın, yaxud da ki, Fələstin xalqının taleyini həll etmək istəyirlər, amma Türkiyə ortalıqda yoxdur və Türkiyə ortalıqda olmadan Yaxın Şərqin hansı prosesi həll oluna
bilər, yaxud da hansı sülhdən danışıla bilər, heç bir sülhdən. Və məhz ona görə də Türkiyə prezidenti həm Amerika Birləşmiş Ştatları, həm də İsrailə xəbərdarlıq edirdi ki, siz nə qədər danışıqlar aparırsınız, aparın, mənim iştirakım olmadan, mənim yardımım olmadan, mənim rəyimi, fikrimi bilmədən yaxın şəkildə gedən proseslərin heç biri uğur qazanmayacaq. Bəs nəyə görə Türkiyəni cəlb etmək istəmirlər bu danışıqlara? Ona görə ki, Türkiyə həqiqətən Qəzzanın və Fələstin xalqının taleyinə bicana qalmayacaq. Onlar bu taleyin ədalətli şəkildə həll olmasına çalışacaq. Və bu ədalətli həll olma nə İsrailin xeyrinədir, nə də ki, Amerika Birləşmiş Ştatlarının xeyrinədir. Ərəb dövlətləri üçün isə sanki heç bir fərqi yoxdur. Onların sanki əzlən, əl altında qalan olan millətlər deyil. Amma Türkiyə mən düşünürəm ki, Qəzzada gedən proseslərə düzgün qiymətləndirməsi və Qəzzanın gələcək inkişafının düzgün istiqamətdə yönəldilməsi, məhz Qəzzada yaşayan xalqın istədiyi istiqamətdə və çəkdiyi əzabların aradan qaldırılması istiqamətdə yönəldilməsinə çalışdığına görə bu münasibət, bu Amerika Birləşmiş Ştatları və İsrailin xoşuna gəlmir. Və məhz buna görə də onun aparılan danışıqlarda və Qəzzanın taleyinin həll olmasında iştirakını istəmirlər və o dəvət olunmur. Və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi James Bryan məlumat verib ki, o Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərdən uzaqlaşmaq üçün atdığı cəsarəti alqışlayıbdı addımları. Və deyib ki, ABŞ Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərindən uzaqlaşması üçün şərait yaratmağa çalışır. ABŞ niyə elə şərait yaratsın ki? Yox, baxaq görək hansı addımdan söhbət gedir onun ki, Amerika Paşinyan hansı addım atır ki, son zamanlarda Amerika Birləşmiş Ştatlarından bu təqdirə layiq bilinib və qəbul olunub. Və mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının, o cümlədən Avropa İttifaqının Ermənistandan gözlədiyi təbii ki, Rusiyadan uzaqlaşmaq istiqamətində atdıqları addımlardır. Bu addımlar nəyi özündə ehtiva edir? Bu addımlar ODKB-dən çıxmaq, Rusiyanın qoşunlarını Ermənistandan çıxarmaq, Rusiya ilə o cümlədən Avrasiya İqtisadi Birliyi ilə iqtisadi əlaqələri kəsmək və o cümlədən Rusiyanın sanksiyanı yarmaqda Rusiyaya kömək etməkdən çəkinməlidir. Və bu dediyimiz məsələlərdən hansını Ermənistan yerinə yetirib ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini bu barədə bəyanat verir və fikir bildirir. Və mən hesab edirəm ki, bütün bu fikirlər hamısı Ermənistanın şirinləşdirmə məsələlərinin hamısı məhz ona istiqamətlənib ki, bilirsiniz, qarşıdan fil düzəltmək kimi bir şeydir və onların məqsədi nədir? Onların məqsədi son dövrlər Ermənistanın həqiqətən Rusiyadan uzaqlaşmaq deyil, əksinə Rusiyaya yaxınlaşmaq istiqamətində atdıqları müəyyən addımları görürlər. Yəni, Ermənistan bu yaxınlarda Moskva gedəcəyi və Putinlə görüş keçiriləcək və müəyyən məsələləri həll etməsi istiqamətində müəyyən söhbətlər, sözlər gəzir. Amma Amerika Birləşmiş Ştatlarının məqsədi o deyil. Amerika Birləşmiş Ştatlarının məqsədi odur ki, maksimum çalışdıqca Ermənistanı uzaqlaşdırsın. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Ermənistanı uzaqlaşdırmağa çalışır, amma eyni zamanda bu uzaqlaşmanın nəticəsində yaranacaq hadisələri, yaxud da ki, şəraiti aradan qaldırmağa Ermənistana yardım etmir. Və Ermənistan bu şəraitdə qalıb iki daşın arasında, iki ağır daşın arasında qalır. Rusiya tərəfə gedir, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı və Qərb onu danlayır, söyür və əzir. Avropa tərəfə gedir, Rusiya bildiyimiz kimi sanksiyalar tətbiq edir və tərəvəz məhsullarını buraxmır və Avrasiya İqtisadi Birliyindən çıxarmaqla hədələyir. Ermənistan bilmir ki, Avropa və Amerika Birləşmiş Ştatları istiqamətində getsin və bununla da özünü bəlaya salsın, Rusiya ilə bütün əlaqələri kəssin və iqtisadi dividendlərini itirsin, ya da bilmir ki, Rusiya tərəf gəlsin və Avropa İttifaqının verdiyi vədlərdən olsun. Ona görə, bax, bu Dövlət Departamenti başçısının müavininin verdiyi məlumatlar və o cümlədən Avropa İttifaqı
tərəfindən və Amerika Birləşmiş Ştatlarının digər rəsmi şəxsləri tərəfindən Ermənistan ünvanına gələn bu cür təriflər mən hesab edirəm ki, Ermənistan və Paşinyanı Avropa ilə yaxud da Amerika Birləşmiş Ştatları yaxınlaşmağa ruhlandırmaqdan başqa bir şey deyil. Yadımıza salır və Avropa İttifaqının sülh fondu tərəfindən Ermənistana ayrılan 10 milyon evroluq qrant məsələsini, yardım paketini, yardım məsələsini və bu yardım uzun müzakirələrdən, çək-çevirdən sonra Ermənistana ayrıldı və qeyd olundu ki, orada bu 10 milyon ayrılır ilkin tranş kimi, addım kimi. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, biz Ermənistana sanki rüşvət veririk, həvəsləndiririk, şirinlikləndiririk ki, elə məhz dediyiniz məsələ. Məsələn, Rusiyadan bir qədər uzaqlaşsın, Rusiya əlaqələri kəssin. Əgər o istiqamətdə addımlar atacaqsa, biz onun adını verəcəyik. Əgər artmayacaqsa, təbii ki, bu 10 milyonda da qalacaq. Bilirsiniz necədir? Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və ümumiyyətlə bütün götürdüyü, bu kollektiv qərbi götürdükcə, onların Ermənistana verdiyi vədləri yerinə yetirmə imkanları yoxdur. Və onların Azərbaycanın və o cümlədən Türkiyənin yardımı olmadan Ermənistanın nə təhlükəsizliyini, nə iqtisadi, nə siyasi təhlükəsizliyini, nə hərbi təhlükəsizliyini, nə iqtisadi təhlükəsizliyini təmin və təchiz etmək iqtidarında deyillər. Əgər o zaman ki, Rusiya Ermənistanı cəzalandırmağa qalxacaq, əgər Rusiya Ermənistanı cəzalandırmağa qalxacaqsa, ona Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı heç bir yardım göstərə bilməyəcək. Ermənistan Azərbaycandan və Türkiyədən asılı vəziyyətdə qalacaq və əgər Ermənistan, Azərbaycan və Türkiyədən münasibətlər normal deyilsə, Azərbaycan və yaxud da Türkiyə ona niyə yardım etməlidir bu istiqamətdə, yaxud da ki, Rusiyanın cəzasından, yaxud da ki, şallağından qaçmaq üçün? Təbii ki, Azərbaycan və Türkiyə bunu etmək fikrində deyil. Ona görə Qərb və Amerika Birləşmiş Ştatları Ermənistana yardım etmək istəyirlərsə, ilk növbədə Azərbaycan və Türkiyəni düşünməlidirlər. Əgər ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdırlar. Azərbaycan və Türkiyə ilə yaxşı səviyyədə iqtisadi, siyasi və hərbi əməkdaşlığa getməlidirlər ki, bunun bəhrəsini Ermənistan görsün. Yoxsa Azərbaycanın küncə çıxmaq, Azərbaycan haqqında təzyiq, təsir dili ilə danışmaq, Türkiyəni yaxın buraxmamaq, ignor eləmək və bununla Ermənistanın ona verdiyi vədləri həll etmək mümkün deyil. Və bunu ABŞ-da və Avropa İttifaqında çox gözəl başa düşürlər və Azərbaycanla Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının münasibətlərinin soyuq olmasının əsl səbəbi də odur ki, Azərbaycan öz tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməsini görməyincə Ermənistanı qeyd etdiyimiz Rusiyanın təzyiqindən yaxud da ki, Rusiyanın buxovundan qurtarmağa yardım etməyəcək Qərbə. Və Qərbdə bunu başa düşürlər, ona görə Azərbaycanla ümumi dil tapa bilmirlər. Onlar Azərbaycandan sadəcə tələb edirlər ki, siz Ermənistana kömək eləməlisiniz və Qərb və Rusiya onu sıxanda, onu iqtisadi cəhətdən divara söykəyəndə siz onu təmin eləməlisiniz. Rusiya onun qazını kəsəndə siz ona qaz verməlisiniz. Rusiya onun yolunu bağlayanda siz İran vasitəsilə, digər vasitələrlə ona yol açmalısınız falan. Amma Azərbaycan da bunu qəbul etmir. Ona görə ki, Azərbaycan nəyə görə qəbul eləməlidir ki, Ermənistan sadəcə bir Naxçıvana olan dəhlizi açmaqda Azərbaycan yanında deyil, Azərbaycan yardım etmir. Azərbaycan Naxçıvanın yanında olmalıdır. Həm Amerika Birləşmiş Ştatları, həm də Avropa İttifaqı gec-tez bu məsələyə gələcəklər. Gələcəklər ki, əgər Ermənistana həqiqətən yardım etmək istəyirlərsə, məhz Azərbaycanın və Türkiyə maraqları nəzərə alınmalıdır. Bu maraqlar nəzərə alınmadan Ermənistanın ümid yolu yoxdur. Və eyni zamanda sülhdən yayındırır, sülh sazişindən yayındırır Amerika Ermənistana. Bilirsiniz, sülh sazişi tərəfindədir və sülh sazişinə çalışır, amma bilirsiniz, bunlar hamısı dediyim kimi məsələnin üstünə baxırlar. Yəni alta girib tam bir dəfəlik həll etməyə çalışmırlar. Əslində həll etmək istəmirlər. Həll etmək istəmirlər və elə bilirlər ki, adi formada, sadə formada, asan formada bu sülh məsələsini həll edəcəklər və Azərbaycan buna razılaşacaq. Azərbaycan sülh müqaviləsinə imzasını atacaq. Sonra da Azərbaycanla yapışacaqlar ki, sən imzanı atmısan və bu imzanın ardınca hərəkət edir. Azərbaycan artıq başına çox belə hadisələr gəlir və o ildən çoxdur ki, Azərbaycan Ermənistanla və bütün dünya ilə bu məsələ üzərində müharibədədir, mübarizədir. Azərbaycan artıq möhkəmlənib bu məsələdə. Azərbaycanı bir daha aldatmaq, onu öz yolundan çıxarmaq, onu öz mövqeyinin əleyhinə addım atmasına məcbur etmək mümkün olmayacaq. Bəli, qalib dövlətik, zəfər çalmış bir ölkəyik. Təşəkkür edirəm sizə. Çox sağ olun, Əmruza müəllim. Hörmətli tamaşaçılar, İDNews TV-nin Vətəndaş mövqeyinin
proqramının qonağı Bakı Dövlət Universitetinin dosenti, siyasi şərhçi Əlmusa İbrahimov idi. Təşəkkür edirik, çox sağ olun.